Amınıza salam. Hoş geldiniz. Bugün sizlerle böyle pembiş bir nenemizi oynayacağız. Normalde benim nenem Granny yetti. Bu nenem iş geldim oynayalım. Bugün bu nenem başını oynatacağız. Bir dil seçək. Təbii ki Hindistan dili. Zəfət edirəm. İngilis dilindən devam edək. Məncə yaxşı olar. Hələ başlayaq. Play-ə basaq. Rate var. Mahnı olmasın, müzik olmasın. Belem Lighting Ümit Yunus. Birinci günümüz Day 1 yazmalıdır. Day 1. Bəli, nənəmizin evində belə pəmbiş, özü kimi pəmbiş evində. Devam edirik, belə durduq. Bəli. Birinci təbii ki də oyunun adəti olaraq nənəmin belə bozusunu yenə yerə salacağıq. Götürək bunu, adətdəndir belə. Hər gələndə bura belə atıram mən bu vazonu, qırıram hər dəfə. Yəni hər dəfə qırıram. Bəli, indi də qırım istəyirəm. Çat, girir yatağın altına. Mənim də belə şeylərim, şuluqluğum var da. İndi nənə gələcək, mənə dalaşacaq. Nənə indi baqa salacağım, gözlüyün. Çıxaq irək və dağla. Nənişkom gözlərinə baxın, pörtdüyüb. Tövbə nənəm nə oxşur, nənə arada dişlərini sürt də. Pulla nənənin dişinə bax da. Qoca arvadsın. Pulun söhbəti eləmə, ha, puldursa iş. Nənənin əri var. Şəkil yersə, bunun əri də varsa mənə gəl tutar. Bu yatağın altına girim. Yəni bunun əri varsa gəl mənə tutar da, nə? Biraz gözləyim görüm, əri varsa. Tada əri yoxdur. Tada çıxa bilərik artıq. Garanti oldu ki, əri yoxdur bu evdə. Sadəcə şəkilləri var. Buraya girək. Bu telefon oynayım çox çətindir. Aha, indi nənənin sürmələrini eşəcəyik. Gənə burada şəkilləri var. Esfaiz buradadır. Nənənin sürmələrini eşək. Heç nə yoxdur burada. Bağa girdi. Mən də belə çıxarım. Nə oldu? Mən də belə çıxarım da. Bunu bağlayaq. Bunu atıq. Heç nə yoxdur. Nənə kasıbdır. Hər gün zamanki kimi kasıbdır. Nənə mən hər şey yıxa gedirəm. Bəli. Belə bir şeylər işləm. Bu otaq nədir? Hamamı tapdım. Nənə, burada əşya tapdım. Hamamda əşya tapdım. Nəysə, bunu indi gedim bundan yemək pişirim. Nənişkoma yemək pişirirəm. Nənişko, sevinək, sən yemək pişirirəm. Bunu heç bir şey eləməz. Bu nədir? Bunu da pişirək. Hər şey qatışdıracağım. Əla bir yemək ortaya çıxacaq. Çıx bura. Qoyanmadıq, heç nə olmaz. Mikrobu ilə faydalı düşdü. Onu qoymayacağım, pişməli çəkdim ondan. Oha, bunlar nə gözəldir. Nəysə, devam edirik. Güzeldir bunlar. Bu sürmələri. Burada nəsə var? Dedim də burada bir şeylər var dedim. Bunu da yeməyə qataq. Burada bir şey yazır. Aha, burada bir şey yazır. Nənə stonu nəsə cızıbdır. Baxın. 5 days. Niyə belə bir şey yazdı? Yəni nə məqsədlə yazdı da. Nəysə. Reklam. Bəli, geri döndük reklamdan. Bura baxın. Nənə kasıbdır da. Deyirəm axı, nənənin heç nəyi yoxdur. Kasıbdır nənə. Nənişko. Bu reklamı hülləyəcəm. Nə çox reklam var bunda. O nənişkonun burada da şəkli var. Özüm kraliçə eləyib. Burada nə var?
Burada heç nə yoxdur. Bu da. Ləhcəm dəyişdi yoxsa? Ləhcəm yoxdur amma. Burada şəkil var. Bundan da yemək pişirə bilərik. Kağız yeməyi. Bunu indi marinə eləyərəm mən. Sonra bundan yeyərik. Yemək pişirəcəm nənişkoma. Burada heç nə yoxdur. Kasıfdır nənə deyim. Bunu bağlayaq. Hə. Belə keçək. Belə keçə bilərik. Ankeyto. Aha, baxın ev turu. Nənəmin ev turu. Baxın burada nənəm şey var. Nənəmin televizoru. Nənəm televizor oğurlamaq olur. Pula qıyıbdı. Oğurlanmayan televizor alıbdı. Neyse. Belə bura haradır? Çöl. Çöl çıxdıq dostlar. Hər yer pəmbədir. Buradan keçsəm nə olar? Mənim sıxlıq səviyyəsi. Hə. Baxın buraya gizlənə bilərik işte. Nənəmin bura var. Baxın burada adam öldürür nənəm. Çox basit bir şeydir. Bax açırsın adam başına düşür. Ha, baxın burada da nənəmin boş bir otağı var. Burada heç nə eləmir nənəm. Zat geçtim. Bu dostlar buradan çıxanda giriş olmur. Onun üçün buraya girməyirəm. Burası yəni bir qala kimi bir şeydir nəysə. Buranı bağlayaq gene biz güvəndə olaq. Nənəm qoymur evdən çölə çıxmağa icazə vermir. Devim bağa girdi. Gene reklam vardı. Evet. Ölmərəm inşallah deyirəm. Ölmərəm inşallah. Bura nənəm şəkli var. Bundan da yemək pişirə bilərdim. Nənəm ağzını açıbdı, gözləyir bizi yemək üçün. Bunu qoyaq belə. Kod. Kod tapdım dostlar. Kod burada. Kod. Dostlar kodda heç nə yazmır. Koddur. Kod. Aa, çok qəribə bir cümlədir. Koddur deyirəm. Ha, neyse. Ha, evet burada Playhouse Key var. Oha, açar tapdım. Dostlar açar tapdım. Açar. Bundan qapını aça bilərəm. Gedim görüm. Nənişkonun evindən çıxaqdan iyilənir evləri. Yo, bura nə plat koys belə bir şey lazımdır bura. Gedək başqa bir yerə bax. Burada aha, böyle bir gizli kesit tapdım. Tada, burada yerler kan değil. Nene arada denen gələ evini təmizləyək. Bunu açın. Ayo. Nene evin çox şillidir. Arada nenen gələ təmizləyək dana. Aha, burada şəkil var. Ne işe yarar? Elimdeki şu anda bu atar. Elimdeki şu atar ne işe yarar? Bana maraqlıdır. Aa, silahın mermileri var orada. Qoyaq bura. Nənəm maşını gördünüz girəndə. Ofa basaq. Açaq qapını. Biraz sahunaya gedək. Burada bozaraq eləyək. Nə bilim nə eləyək. Tada. Nənənin evini gəzirik. Nənəm maşını nə gözəl. 30 saatda maşını var. Yəni evim bərbadlığından deyim. Heç sevmədim evini. Bərbad evim var. Amma burada gedinəm. Nənənin evini qırdıq. Qırdıq. Nənə bağışla evini qırdıq. Şimdi də isə qaçıram bu evdən. Burada nə var? Qaçıram dedikdən sonra mən. Aha, tezə bir yerə çıxıram dostlar. Heh. Ayağa qalxaq. Evet, bunu şeylə asırsan. Yuxarıya çıxaq. Tada, burada qapı var. Burada silahın parçası var. Partofillər. Nənəmin əti var burada. Zehləm gedir o etdən. Nənəm onu pişirib yeyir, mən yemirəm. Nənə, nəysə. Aha, nənə sürmələrini içməyə devam ki. Burada nə var? Çıxmayalım üşəndim şu anda. Burada nədir? Need a weapon şey lazımdır bura.
bura keçək. Töp. İkinci qata geri çıxdım. Necə olur mən ikinci qat? Yuxarıda bir şey var bak. O üçüncü katı var bu evin. Bu o deməkdir. Nəniş, nə deməzsən? Nəniş, nə yapıyorsun? Nəniş, dişini sürt arada. Dişlərə bak. Oo, nənənin dişləri o. Oo, ne güzel sopalı, hem güzel sopalı nənəm. Neyse. Başka bakım ne var burada? Buralarda görüm ne var. Aha, üçüncü kata buradan tıkılır. Tada! Üçüncü kata tıkıram. Tada. Burada önde babam olsaydı, babişkom olsaydı. Babişko ne şey yetti. Tövbe tövbe. Orada korkulu şeyler dönür. Bu nedir? Bura haradır? Buran atlasam ne olar? Yoxla vaxtdan zərə gəlməz. Ha, otağa düşürəm. Heç olmaz. Düşməyim nənəmin yanını. Sevmirəm nənəmi. Onsuz da yalandan onu sevirəm. Beni sevirmiş kimi edirəm ki, atam başlamasın. Atam da xortlaq kimi nənəsi var imiş. Hammer deyir. Hammer lazımdır. Marağımdan ötürü buradan keçəcəm. Zaten öldük. Onu bilirdim zaten. Oradan ölmeden geçen bilmezdik. Evet, durduk gene. İkinci D2 değil. Evet, sana bir şey deyir. Bunu itəlesem nənə gələr. İnşallah nənə gələr. İnşallah gələr. Nənişko'nu gözləyirəm. Nənişkocuğu gözləyirəm. Uyku geldi. Ay. Nənişko gelmir. Ben Nənişko'yu gözləyirəm. Nənişko mənə gözləyir. Çıxmadı. Nənə gərək mən bunu atam. Nənən onu baba alıb deyə, o səhpanın baba alıb deyə, onu atanda ona heç nə olmur, amma vazo sözünə gəldi. Baga soxa bilirəm. Nax soxarsan, elə bir şey sifəti var idi onun. Bəli, təzdən dururuq. Öldük. Sıddıqlığımız var bizim. Nənə deyəsən bizi öldükdən sonra yenə qoyuruq bura. İtələdik. Gəlməyəcək amma böyük ehtimal ilə. Yəni mənim fikrimcə elədir. Mübarək olsun Ramazan bizə, mübarək olsun. Gəlmədi nənə. Nənə niyə gəlmirsən? Nənə niyə gəlmirsən? Nənə şikoşçuk gəlmir. Naz eləyir. Tövbe bismillah, bu evde bir şeyler olur Allah. Bu nedir? Atak bir de atak. Evet. Şimdi Nənişko'yu gözlüyoruz. Nənişko inşallah gelir. Geldi. Bu defa baga sokacağım. O dəqiqə vurur. O dəqiqə vurur. Hemen dəqiqə die for. Aha. Uca kanlı oyandık. Ölmek üzereyi. Bu onun göstergecisiydi. Danışamıram. Azərbaycan bozuldu. Aha, yatak kandı. Ölmeye yakınlar. Ne zarfet eylem. Gerçekten yolunu mu burada? Evet, bunu atak. Ne çok hoş gelsin. Su içtim. Nereye? Gelmir. Nənişkocuğa ilişeline bak. Ayda biraz gözleseydim Nənişkoşa bak eleyebilirdim. Day 5. Koyun indi də özümü öldürürüm. Koyun özümü öldürürüm. Nənə məni yesin. Öldürüm. Gidiyorum nənə. Gel. Çünkü niye öldürürüm? Çünkü axırda ne olacağını merak edirəm. Ya mən yiyəcək mi? Mən nə olacaq?
niyə belə boş getsin? Nənə, gələm mən bu vazonu ikinci dəfə atam ki, sən gələsən. Ya Rəbbim, sən mənə səbir ver. Bu nətər nənə babadır? Geldi. Tek problem orada. Aha, işimiz bitti. Dostlar, işimiz bitti. Evet, top sen. Nereye bizi attı? Nene. Oha dostlar, çok korkmuştu. Neyse benim canım tanıştıklarım, hoşça kalın. Tanıştıklarım, polenişlerim, işte bir şeylerim. Hoşça kalın.